Fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu şüarla bugünkü verilişimizə başlayırıq. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız, dəyərli fermerlər, əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar. Bugün çox maraqlı bir mövzuya toxunmuşuq. Maraqlı da həm söhbətim var. Əvvəla onu deyim ki, Azərbaycanda bu sahənin, bu təsərrüfat istiqamətinin özünün tarixi, keçmişi və öz ənənələri var. Söhbət üzümçülükdən və şərabçılıqdan gedir. Tarixən dədə-babalarımız Azərbaycan coğrafiyasında hələ qədimi zamanlardan üzüm sortlarını yetişdiriliblər və ondan müxtəlif şərablar hazırlanır və bu üzüm sortları eyni zamanda Azərbaycanın brendi olan şərablar nəinki ölkə daxilində, ölkədən xaricə də yol alıb, yer alıb və tanınıb, sevilib və bunun təbii ki, ölkəmizin kənd təsərrüfatı istiqamətində özünə məxsus strateji əhəmiyyəti var. Üzümçülük və şərabçılıq bugün də dövlətimizin və Kənd Təsərrüfatı Nazirliyinin əsas vacib istiqamətlərindən biridir ki, məhz bu istiqamətdə xüsusi institut da fəaliyyət göstərir. Həmin institutun fəaliyyəti nədən ibarətdir? Nə kimi yeniliklər var? Bax, bu və digər sualları elə institutun, yəni Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovla müzakirə edəcəyik. Vüqar müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun, Ruslan müəllim. Dərin təşəkkür edirəm ki, sizin studiyada, kanalda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun hal-hazırdakı fəaliyyət istiqamətini işıqlandırmağa bizə imkan yaratmışsınız. Ona görə də sizə və rəhbəriyə dərin təşəkkürümü bildirirəm. Vüqar müəllim, siz mütəmadi olaraq bölgələrdə səfər edirsiniz, Qarabağa tez-tez gedirsiniz. Bununla da bağlı danışacağıq. Əziz tamaşaçılar, fermerlərin yanında olursunuz. Ümumiyyətlə, üzüm, xüsusən indi üzümdən başlayacaq, şərabçılıq da onun təbii ki, bir istiqaməti kimi. Üzümün əkilməsi və kənardan sadəcə asan görünə bilər və bunun prosesi, onun yetişdirilməsi, harada necə əkilməlidir, bu bir elmi əsaslarla olanda təbii ki, daha mükəmməl olur, daha faydalı olur. Həm də, belə deyək də, bununla məşğul olan insanlar nəticədə yaxşı bəhrə görürlər. Bundan danışacağıq, amma gəlin əvvəlcə ondan, yəni söhbətimizə oradan, o yoldan yola çıxaq ki, o sualdan yola çıxaq ki, bax, müasir dövrdür, müasir çağırışlar var. Sizin rəhbəri olduğunuz institut bu mənada fəaliyyətini hansı istiqamətdə qura bilir və davam elətdirə bilir? Çox sağ olun, gözəl sualdır. Bildiyiniz kimi, elmi tədqiqat institutları, ümumiyyətcə, müasir tədqiqat modeli hal-hazırda çox diqqət tələb edən bir məsələdir. Bunun qurulması çox diqqət tələb edən məsələdir. Müasir çağırışı əsasında işlərin qurulması, bildiyimiz kimi, təşkilatın müəssisənin elmi tədqiqat institutunun maddi texniki bazasından, o cümlədən orada çalışan kadrlardan, o cümlədən həmin orada tətbiq olunan laboratoriyalardan, istifadə olunan laboratoriyadan, o cümlədən də müasir protokollardan, müasir üsullardan çox asılıdır. Yeri gəlmişkən biz sizin institutun kadrlarını gözlə alalım. Qeyd edeyim ki, institutun maddi texniki bazası normal səviyyədədir və uzun illərdir ki, maddi texniki bazasını zənginləşdirmiş istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atır və üzümçülük və şərabçılıq haqqında qəbul olunmuş dövlət proqramlarında Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun maddi texniki bazasının möhkəmləndirilməsi daimi diqqət mərkəzində olmuşdur və institut yenidən təmir olunmuş, laboratoriya yenidən qurulmuş, o cümlədən də Azərbaycanda ilk dəfə olaraq analoqu olmayan bir müəssisə yaradıldı. Filakseriya davamlı calaq-tinq istehsal müəssisəsi. Nə deməkdir bu maraqlı? Deməli, bu dünyada bu calaq-tinq müəssisəsi istehsalla məşğul olan müəssisələr bir sıra ölkələrdir. Məsələn, İtaliyada var, Türkiyədə var, sonra Fransada var və s. Bunlar da uzun illərdir az bir ölkələrdədir həmin tinq istehsalla məşğul olan o cür təsərrüfat. Artıq o bizdə də fəaliyyətə başlayıbdır. İldə bizim üzümçü fermerlərimizin tələbatına uyğun olaraq yerli və xarici sortlardan müasir tələblərə cavab verən filakseriya davamlı, bioloji təmiz calaq-tinqlər istehsal olunur. Budur. Bundan başqa deməli institut öz fəaliyyətini əsasən bir neçə istiqamətdə qurur. Bildiyimiz kimi adından
adından göründüyü kimi bizə bura üzümçülük istiqaməti var, şərabçılıq, o cümlə tinkçilik və bir də ki, son dövrlərdə bu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bilirsiniz ki, çox aktuallaşıb, öndə diqqətli olan məsələ fermerlərlə işdir, fermerlərlə olan əməkdaşlıqdır. Üzüm genofotlarının müasir metodlarla qiymətləndirilməsi, müasir çağırışlara, müasir tələbatlara cavab verən yeni sortların yaradılması, istehsata tövsiyə olunması məsələləri. Sonra bildiyiniz kimi hal-hazırda bu qlobal istiləşmələr fonunda bitkilərin becərilməsində bir müəyyən problemlər yaranıb. Burada bu yanaşmalar fermerə, istehsalçıya yaxından kömək edib, bu becərmə texnologiyası müasir tələblara uyğunlaşdırılmış üsullara söykənməlidir. Agrokimyəvi tədbirlər, bitki mühafizə tədbirləri, becərmə texnologiyaları hamısı yenilənir. Yenilənir və buna görə də bu üsullar optimal becərmə texnologiyaları müəyyənləşdirməli ki, orada istehsal zəncirində istehsalçılar çətinliklər çəkməsinlər. Bundan başqa biz Azərbaycan bildiyimiz kimi şərabçılığın qədim vətənidir. Burada milli brendlərin, milli şərab markalarının istehsalı qaçılmazdır. Çünki gələcək o brendlərin əlindədir. Yəni bizdə də ölkəmizin şərabçılıq sahəsi ixrac potensialının yüksəlməsində milli brendlərin yaradılması mühüm rol oynayır. Burada da əsas bazanı milli sortlarımız, milli texnik sortlar təşkil edir. Yəni genofond məsələsinə genofond təşkil edir. Əslində mən sual verəcəydim, siz qabaqladınız məni. Maraqlıdır, bu genofondun qorunması baxımından işləri necə qurursunuz? Bu beynəlxalq səviyyədə hansı formada belə deyək də ölkəmizin maraqlarını qoruyursunuz? Bu çox önəmlidir. Deməli, o milli genofond, o cümlədən də üzüm genofondu milli sərvətimizdir. Milli sərvətimizdir və bizim Üzümçülük Şəhərcilik Tədqiqat İnstitutunun fəaliyyət istiqamətindən biri Azərbaycanın yerli üzüm genofondunun qorunub saxlanılması, onların davamlı istifadəsi və onu artırmaq və iqtisadi gəlirə çevirməkdir və gələcək nəsillərə çatdırmaqdır. Biz mütəmadi olaraq Elmi Tədqiqat İnstitutu olaraq yerli üzüm sortları kolleksiya bağlarında, gen banklarda toplanır. Onlar tarla şəraitində, bağ şəraitində qorunur və mütəmadi olaraq indiyə qədər elmi əsaslarla öyrənilməyən, biotexnoloji metodlar öyrənilməyən sortlar tədqiqata cəlb olunur. Onlar qiymətləndirilir, morfoloji, bioloji, texnoloji baxımdan qiymətləndirilir və onlar yeni sortların yaradılmasında sonra istifadə olunur və bunlar ən qiymətli formalar seçilərək fermerçilərə istehsal tövsiyə olunurlar. Biz üzüm genofondunun qiymətləndirilməsində hal-hazırda müasir üsullardan istifadə edirik. İnstitutumuzda biotexnologiya laboratoriyası, molekulyar genetik tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. Nə edirsiniz orada? Burada üzüm əsas hədəf, məqsəd yerli üzüm sortlarının identifikasiya etmək, genetik təmiz profilləri müəyyən etmək. Burada bir neçə məqamlar var. Burada həm də xarici elm institutlarla əməkdaşlıq edilir. Məsələn, Almaniyanın üzüm seleksiya institutuna əməkdaşlıq edirik. Üzüm sortları molekulyar genetik səviyyədə öyrənilir. Burada bir neçə məsələ var, əhatə olunur. Nədir? Sortlar genetik baxımdan təmizlənir, yerli sortlar müəyyənləşdirilir və genofondumuz zənginləşdirilir. O cümlədən də bildiyimiz kimi bədnam qonşularımız ki var, bunlar bizim tək torpaqlarımıza deyil, bütün milli mənəvi sərvətlərimizə, genofondumuza da onlar göz dikiblər. Bəli, göz dikiblər. İndi də bir sıra onlar cəhd ediblər, əvvəllər bu bizim milli sortlarımız öz adlarına keçirməyə adlandırıblar. Məsələn, yüzlərlə sort var. Məsələn, mələk sort var, arena adı ilə. Sonra çoxdur, yüzlərlə sortumuz var ki, bu sortları onlar beynəlxalq bazalarda əvvəllər öz adlarına qeyd etmişdilər. Artıq bu molekulyar genetik tədqiqatlar, müasir texnologiyalar üzrə çıxandan artıq bunlar o gücə sahib deyirlər. Qeyd edeyim ki, indi bizim o beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniyanın 400-ə qədər Azərbaycanın yerli üzüm sortu molekulyar genetik baxımdan identifikasiya olunub. Və bunlar yəni bizim artıq belə deyək də bu beynəlxalq bir bazadır. Qəbul olunub, değil mi? Bu beynəlxalq bir bazadır, VIVIS bazası. Beynəlxalq VITIS kataloq adlandırılır. Bu kataloqda dünyanın bütün deməli ölkələrinin üzüm sortları yerləşdirilir ora. O cümlədən bizim sortlar da oradadır.
Biz burada molekül genetik tədqiqatlarla bizə yerli genotiplərin bizə aid olduğunu sübut edirik və öz əzəli əbədi adına qaytarırıq. Məsələn, Qarabağın qədim sortlarından olan xındoğunu sortu son zamanlara kimi bənnəm qonşularımızın adı ilə mənşəyi göstərilir. Amma bu istiqamət apardığımız tədqiqatlar nəticəsində xındoğunu sortunun mənşəyi Azərbaycan mənşəyi kimi göstərildi. O cümlədən də keçən ildə bəli, həmin molekülər genetik tədqiqatlar əsasında keçən illəri biz 12 Azərbaycan üzüm sortunu Azərbaycan mənşəli olduğu göstərildi və həmin beynəlxalq VIVC bazasında, VITS kataloqunda Azərbaycan mənşəli olduğu göstərildi. Yəni, bu da genetik molekülər tədqiqatlarla əsaslanır. Bunun bu tərəfi budur. Əsas milli tərəfləri budur. Yəni, öz sortlarımızı mənimsənməsinin qarşısını alırıq. Və beynəlxalq səviyyədən belə deyil, beynəlxalq səviyyədə tanıyırıq, mühafizə edirik. İkinci tərəf isə bioloji təmiz, genetik bağımlı təmiz, genetik profillər müəyyənləşdirilir. Bunlar gələcəkdə sertifikatlı tink istehsalında mühüm rol oynayacaq. Sertifikatlı tink istehsalı dedikdə burada bir neçə amil gözlənilməlidir. Məsələn, həmin o sort, bitki genotip baxımından, genetik baxımından təmiz olmalıdır. Fitopatoloji baxımından, fitosanitar baxımından təmiz olmalıdır. Məsələn, viruslardan azad olmalıdır və bir neçə parametr əsasında sertifikatlı tink formalaşır. Və dünyada hal-hazırda... Bu da çox vacibdir. Çox vacibdir, əlbəttə. Azərbaycan arxain olur, necə sadə dildə desək. Əmin olur ki, dövlət buna sertifikat veribsə, bu tingi əkmək olar. Bəli, o cümlədən də artıq dünyada o iqtisadi münasibəti ilə formalaşıb ki, artıq o sertifikatlı tinglərə çox diqqət olunur. Ona görə də bu ən vacib tədqiqatlardan biridir. O cümlədən də biz milli sərvətimiz olan bu genotipləri itirməyin qarşısını alırıq. Düzdür, bəzi sortlar tam tam müasir tələblərə cavab verməsələr, amma elə bir gen daşıyıcılardır ki, onlar gələcəkdə o gen mühəndisliyi, biotexnologiyadan istifadə edirlər ki, həmin genotiplərdən gələcəkdə uğurla da istifadə etmək olar. Amma siz yəqin ki, Vüqar, bu institutda, bax, elə gördüyümüz laboratoriyalarda bunun hibridləşməsinlə də məşğul olursunuz. Deyək ki, qədimdən Azərbaycanda mövcud olan hər hansı bir uğurlu bir üzüm sortu var və onu gətirmişsiniz, genotipdə qoruyub saxlayırsınız. Amma həmin, deyək ki, üzüm sortu çox yaxşı məhsuldarlıq verir, xəstəliklərə biraz zəif reaksiya verir. Siz bunları yəqin ki, hibridləşdirirsiniz, müəyyən o, belə deyək də, laborator şəraitdə yetişdirirsiniz və müəyyən calaqlardan sonra, o, deyək ki, təcrübə sahələrində yoxlamalardan sonra tam istədiyiniz o effekti alacağımız tingləri yetişdirirsiniz, düzdür mü? Bəli, bəli. Deməli, seleksiya proqramı, seleksiya prosesi mütləq aqrar sahədə olan çağırışlarla, inkişafla ayaqlaşmalıdır. Bu gün də bildiyimiz kimi yüksək məhsuldar, xəstəyə zərər verəcək davamlı, təbii ekoloji risklərə davamlı, belə formada xüsusiyyətləri daşımalıdırlar. İnstitutun da fəaliyyət istiqamətlərindən biri də sort öyrənmədə bir istiqamətdə yeni sortların yaradılmasıdır. Elmi Tədqiqat İnstitutumuzun bugünə kimi 50-yə yaxın yeni hibrid formu almışdı. Onlardan 6-sı artıq Aqrar Xidməti Agentliyi tərəfindən, Xidmət Agentliyi tərəfindən rayonlaşdırılmışdır. Rəsmi qeydiyyata alınıb. Bəli, rəsmi qeydiyyata alınıb, dövlət reyestrində salınıbdır. Hal-hazırda bəli, 14 hibrid sortumuz var ki, bunlar da sınağa hazırdır və Aqrar Xidməti Agentliyi təqdim olunacaq sınaq üçün. Nə qədər müddət lazımdır, maraqlıdır? Elm adamları təbii ki, 3 gün, 5 gün deyil, zaman lazımdır, enerji lazımdır. Çoxilli bitkilərdə bu biraz uzun sürür, o qiymətləndirmə. 3 il, 5 il müddətində tam məhsula düşməlidir və o əlamətlərini göstərməli ki, o qiymətləndirilsin ki, bəli, o nəzərə tutulan əlamətlər bu bitkidə müşahidə olunurmu yenidən və onda o qeydiyyata alınır. Və burada da hədəflər müxtəlifdir. Süfrə sortlarında başqadır, kişmiş sortlarında başqa, texnikada başqadır. Məsələn, bizdə 3 istiqamətdə işlər yeni sortun alınmasında. Orada təbii ki, xəstəyə zərər verəcək davamlılıq öndədir. Stres amillərinə, quraqlığa, yüksək temperə davamlılığı öndədir. O cümlədən məhsuldar və xəstəyə zərər verəcək davamlı olmalıdır. İndi bizim yeni bir sortumuz yaranıb. Bu Azərbaycan qədim sortu, siz dediyiniz sualla bağlıdır. Qədim xındoğunu sortu ki, Qarabağ sortu. Bu sort bir də digər bir xarici sortdan istifadə edilərək ikisinin hibridləşməsindən alınıb. Bu adını qoymuşuq. O xındoğunu sortu Xocavənd üzüm rayonuna aid olduğuna görə biz elə adını qoymuşuq. Toğda yetişir də?
Bəli, bəli. Tuğda əslində o Xındoğlu sortunun vətəni Qarakəndli Xocavənd rayonunun. O elə onun Xocavəndin şərəfinə elə sortun adını qoymuşuq Xocavəndi sortu. Bu atası olan, valideyni olan Xındoğludan yüksək keyfiyyətinə, yüksək məhsuldarlığına və davamlılığı əlamətlərinə görə seçilir və bu da milli şərab brendlərinin yaradılmasında mühüm xam mal bazası kimi istifadə olunacaq. Ümid edirəm ki, bu sortun Respublikamızda geniş tətbiq olunacaq və şərabçıların şərabçılığın tələbatlarını ödəyəcəkdir. Davam edəcəyik. Yeni qoşulmusunuzsa ekrandan uzaqlaşmayın. Çünki fermerin real dostunda çox maraqlı həm söhbətim var. Biz üzümçülük və şərabçılıqda mövcud vəziyyət və yeniliklərdən danışırıq. Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov fermerin real dostunda fermerlərin qonağıdır. Mən özüm də maraqlı yenilikləri öyrənirəm, ilk dəfə eşidirəm bəlkə də və əminəm ki, siz də nəinki fermerlər, təsərrüfatla məşğul olanlar, həmçinin adi sıravi insanlarımız, tamaşaçılarımız da bu mövzudan, bu söhbətdən özləri üçün faydalı məqamları götürə bilirlər. Vüqar müəllim, kadrları görürəm, mən səhv eləmirəmsə bu ərazi Bəli, Xocavənd rayonunun Tuğ kəndidir. Tuğ kəndidir. Biz artıq xoşbəxtdik və nə gözəl ki, mən dəfələrlə Kənd Təsərrüfatı Nazirliyindən verilişimizə qonaq gələn digər şəxslərə də deyirəm, biz artıq azad olunmuş ərazilərimizdə təsərrüfat həyatı ilə bağlı söhbətlər eləyirik. Orada salınan bağlardan, heyvandarlıq təsərrüfatlarından və s. və l. danışırıq. Nə gözəl, nə xoş bizə həqiqətən. Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu olaraq siz də tez-tez ora səfərlər edirsiniz. Sizin də görüntülərinizi biz sosial mediada, ənənəvi mediada görürük, işləyirsiniz və işləyən, zəhmətkeş, əli qabarlı fermerin yanında olursunuz. Sözün əsl mənasında. Orada necədir vəziyyət? Bax, görüntülərimiz də var, yeri gəlmişkən. Nə işlər var? Qarabağımızda, azad olunmuş ərazilərdə üzümçülük və şərabçılıqla bağlı nə kimi işlər gedir hal-hazırda? Ruslan müəllim, çox gözəl qeyd elədiniz. Həqiqətən Qarabağda işləmək adama daha bir 10 qat, 100 qat güc verir. Orada adam o qədər xoşbəxt olur. Mən həmişə oradan paylaşıram sosial şəbəkələrdə çox qürurla, çox fəxrlə, çox şükür ki, Qarabağımız azaddır və biz orada bu işləri yerinə yetiririk. Həqiqətən bu xoşbəxtliyi bizə qismət eləyən şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə can sağlığı və möhtərəm prezidentə can sağlığı arzu edirik. Qarabağda siz qeyd elədiniz, Qarabağ Azərbaycanın ən qədim üzümçülük şərabçılıq mədəniyyətə malik olan bölgələrindən biridir. Təsəvvür edin, 50 min hektara qədər üzüm bağı olub orada, sanayə bağı. O cümlədən orada 20 növ şərab istehsal olunub emal müəssisələrində. Təsəvvür edin ki, Qarabağ arasında 200-ə qədər yerli sortu olub. Texniki və süfrə sortlar. Burada o demək ki, Qarabağda, Şərqi Zəngəzurda insanlarımız böyük bir mədəniyyət, şərabçılıq, üzümçülük mədəniyyətə malikdirlər və bu sortları kör-körana deyil, yəni məqsəd yönlü şəkildə. Həm burada süfrə var, süfrə sortlar, həm texniki sortlar var, həm də ki, kişmiş sortlar var. Bu ilk növbədə biz istəyirik ki, Qarabağın sortlarını bərpa eləyək və bu Qarabağa məxsus olan yerli üzüm sortları toplanmalıdır, molekulyar genetik səviyyədə öyrənilməlidir və artırılmalıdır və biz bunu edirik. Artıq Qarabağın 100-dən çox sortu kolleksiyamıza toplanıb. Onlar molekulyar genetik səviyyədə tədqiq olunub, beynəlxalq bazalar yerləşdirilib, öz əzəla adlarında həmin bazalarda artıq təmsil olunurlar. Bu, onun elmi tərəfi və bu iş davam edir. O cümlədən burada yabanı nümunələr, o cümlədən yerli aborigen sortlar araşdırılır və bu gələcəkdə Qarabağ bölgəsi üçün perspektiv sortların, o bölgəyə məxsus sortların yaradılmasında həmin gen bankdan, genofonddan istifadə olunacaqdır. Qarabağda biz mövcud bağlarda agrotexnik xidmətlər göstəririk. Yəni orada sort tərkibi müəyyənləşdirir, o sortlara uyğun becərmə texnologiya həyata keçirilir. Yəni Respublikanın digər qurumları tərəfindən əməkdaşlıq olunur və biz də institut əməkdaşları həmin üzüm bağlarında becərmə texnologiyalarını həyata keçirirlər və yüksək də məhsul əldə olunur. Biz nə tövsiyə edərdik gələcəkdə? Deməli, bu yax qeyd elədim çıxışımın əvvəlində ki, biz ilkin olaraq o təmiz genotiplər müəyyənləşdirilməlidir, sort qarışığından istifadə olunmamalıdır. Qarabağ və Şərqi Zəngəzurun təbii coğrafi xüsusiyyətlərinə uyğun
şərabçılığın diferensiyasiyası, üzümçünün diferensiyasiyası nəzərə alınmaqla orada yerləşdirilməlidir. Çünki nə qədər ki, sort xüsusiyyətləri, coğrafi ekoloji bölgələr, mikrozonalar, makrozonalar nəzərə alınacaqsa, orada daha çox zəngin, çoxsaylı brendlər, markalar istehsal olunacaqdır. Və bunlar da gələcəkdə rəqabətə davamlı istehsal olan məhsullar dünya bazarında yaxşı qiymətlər, ölkəmizi təmsil edəcək və iqtisadi gəlir gətirəcək. Ona görə də bu məsələlər Qarabağda sort məsələsi, bölgələrdə düzgün mikrozonalar, makrozonalar üçün düzgün yerləşdirmə məsələləridir. Bu məsələ bir də ki, hal-hazırda təbii iqlim, qlobal problemlər fonunda olan streslər, problemlər nəzərə alınmalı, kompleks şəkildə orada yeni üzüm bağları salınmalı ki, məqsəd yönlü şəkildə məhsul istehsal olunsun. Çox gözəl. Bu işlər gedir. Artıq o ərazilərdə torpaqların həm yerli əhaliyə, eyni zamanda investorlara təqdim olunması prosesi gedir. Biz bununla bağlı dəfələrlə verilişimizdə danışmışıq. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı həm fermerlərlə, korporativlərlə, eyni zamanda ailə təsərrüfatlarıyla müqavilələr imzalayır. İnvestorlar üçün müsabiqələr elan edir. İnvestorlar, sahibkarlar öz layihələrini təklif edirlər. O ərazilərə necə deyərlər, investisiya qoyurlar. Öz dədə-baba torpaqlarında bir vaxtlar əkib becərdikləri, belə deyək də, məşğul olduqları təsərrüfatla məşğul olurlar. Bu yalnız üzümçülük deyil, bu müxtəlif istiqamətlərdir. Əkinçilik, heyvandarlıq və sərvəlaxır. Amma üzümçülük təbii ki, dediyiniz kimi, o bölgənin xüsusi özünə məxsusluğunu, simasını formalaşdıran və ənənəsi olan bir istiqamətdir. Bu ənənələri qoruyub, saxlamaq və inkişaf etdirmək lazımdır ki, bu baxımdan da sizin rəhbərlik etdiyiniz institutun və əməkdaşların həm də beynəlxalq əlaqələr nöqteyi nəzərindən bura müəyyən, belə deyək də, o xarici mütəxəssislərin, hansı dövlət, yəni başqa dövlətdən olan mütəxəssislərin, ekspertlərin dəvət olunması nöqteyi nəzərindən gördüyünüz iş mükəmməldir. Vüqar müəllim, sizə təşəkkür edirik. Mənə maraqlıdır, biz üzümdən çox danışdıq, biraz da şərabçılıqdan istəyərdim danışaq. Şərabçılıq və bu istiqamətdə dövlət dəstəyi son müddətlərdə daha çox artıb. Xüsusən də şərabçılara əlavə dəstəklərin verilməsindən bağlı planlar var. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının nümayəndələri qonaq olanda bununla bağlı danışmışıq. Maraqlıdır, ümumiyyətlə, üzüm emalında hansı yeniliklər var? Ola bilsin, biz bunu bilmirik, amma siz bununla bağlı işlər görürsünüz. Eyni zamanda laboratoriyalar şərab istehsal edən insanlarımıza, deyək ki, kiçik, orta fermerlərə, təsərrüfatçılara, şərabçılara və ya daha böyük təsərrüfatla məşğul olanlara nə dərəcədə xidmət göstərə bilər və bu xidmət səviyyəsi nə dərəcədədir? İstərdim biraz da bundan danışaq. Çox gözəl sualdır. Şərabçılıqla, deməli, xammal bazası üzümçülükdən formalaşdığına görə ilk növbədə xammal bazasına diqqət yetirilir. Azərbaycanda şərab istehsalı üçün bizim sortlarımız, demək olar ki, yerli sortlarımız məhduddur, sayca məhduddur. Bu, məsələn, Azərbaycan texniki sortları bir 20-yə yaxın texniki üzüm sortu var. Ona görə də süfrə sortlarımız daha çoxdur. Xammal bazasının zənginləşdirilməsi üçün istiqamətdə tədqiqatlar aparır. Mən bu yaxud qeyd elədim ki, yeni texniki sortlar, hansı ki, ağ süfrə şərablar, ümumiyyətcə müxtəlif növ şərabların, ağ, qırmızı, çəhrayı və s. şərabını hazırlamaq üçün mütləq xammal bazası formalaşdırılmalıdır. Hər şey buradan başlayır. Bəli, burada biz yerli texniki üzüm sortlarımız var ki, vaxtı ilə buna üzümlüklərin çox hardasa ümumilikdə həmin sortlar bir 40%-50%-ni təşkil edirdi. Buna Bayanşirə, Şirvanşahı, Mədrəsə, Xındoğunu, Həməşərə, bu sortlar, ən çox bu sortlar üstünü təşkil edirdi. Biz bu sortları yenidən bərpa elədik. Molekular genetik tədqiqat apardıq, onları təmiz genetik profillər müəyyənləşdirdik və artıq onlardan, təmiz genetik profilə malik olanlardan calaqtin istehsalı olunur və fermerlər tövsiyə olunur. Və üzüm emal müəssisələrində artıq son dövrlərdə bu yerli sortla marağı çox artıbdır. Çünki dünya bazarında artıq tələbat Azərbaycanın yerli sortlarınadır. Nəinki
xarici sortlar ki gətirib texniki sort şərab istehsal olunur. Bunlara maraq yoxdur. Maraq yoxdur demək düzgün deyil, əslində maraq azdır. Yəni yerli sortlarımızda maraq daha çox. Yerli sortlar maraq daha çoxdur. Səbəbi nədir bunun? Yəni bu orqanik məsələlər var burada. Daha çox bilirsiniz, məsələn, hər hansı bir Fransanın Cabernet Sauvignon sortu dünyanın bütün ölkələrində üzümçülük ölkələrində becərilir. Artıq bu hər yerdə var. İnsanlar yeni dad, yeni ağız dadı, fərqli dad, yeni texnologiya, yeni sort axtarışındadır. Bunun üçün Azərbaycan sortları var. Bunu mən demirəm də, yəni xaricdə təmsil olunan üzümün emal müəssisələrinin ki, əməkdaşları olurlar. Onlar deyir, onlar bizim sərgilərə, bizim stendlərə yaxınlaşa soruşurlar ki, Azərbaycanın hansı yerli sortundan şərab var, bax onu maraqlanır. O cümlədən xarici əməkdaşlar ki, Azərbaycana gəlirlər, üzümçülər şərabsa, onlar mütləq heç vaxtı demirlər ki, mənə xarici sortdan olan şərabı təqdim edin. Ancaq və ancaq hamı deyir ki, birmənalı olaraq Azərbaycanın yerli sortlarından bizə şərablar təqdim edin. Ona görə də emal müəssisələrində bu yerli üzüm sortlarımıza maraqlar artıblar. Maraq artıb və biz də həmin yerli sortlardan o Şamaxı Tinqlik müəssisəsində ildə 200 minə qədər məsələn yerli çalaq tinq istehsal, sertifikatlı tinq istehsal edib təqdim edirik. Yeri gəlmişkən bu bəzi insanlarımız bilməyə bilər. Şamaxı tinqçilikdə artıq biz kifayət qədər həm özümüz üçün, həm də ölkə xaricinə ixrac eləmək üçün tinqlər istehsal edirik, düzdürmü? Bu da son illər artıq bir neçə ölkəyə ixrac olunur, bəli, bu da bizim hadisələrdən biri. Bəli, ixrac potensialımızın yüksəlməsinə gətirib çıxarır. Bir vaxtlar biz bunun üçün valyuta xərcləyirik. Bəli, valyuta xərcləyirik, artıq yəni investisiya qoyuruz, amma xaricdən indi hal-hazırda bir neçə ölkə Azərbaycandan tinq alır. Bunu istədim bir remark eləyim, bir xatırlatma eləyim. Buyurun, Müqarəm. Bir də institut olaraq müxtəlif bölgələrdə yetişdirilən müxtəlif sortlar mütləq birdən-birə şərab ortaya çıxmır. O mütləq sahədən, bağdan gəlir orada formalaşır. Yəni şərabın keyfiyyəti bağdan, torpaqdan, yerdən, sortdan asılıdır. Texnologiya, təbii ki, texnologiya öz yerində. Müxtəlif sortlar, müxtəlif ekoloji şəraitdə, müasir üsullarla, müasir cihazlarla, avadanlıqlarla qiymətləndirirlər. Onların istifadə istiqamətləri müəyyənləşdirir. Texnoloji yararlılıqları müəyyənləşdirir. Tutaq ki, bir sort bayanşirə Respublikanın müxtəlif regionlarında becərilə bilər. Becərilmə şəraitindən asılı olaraq çox böyük fərqlər meydana çıxır. Hətta belə 100 metr məsafə belə üzümün keyfiyyətinə təsir göstərir. Bəli, bu faktorlar nəzərə alınır. Saxlama şəraiti sorunların. Təbii ki, onun yetişdiyi şərait ən böyük faktordur. Və bunun institut olaraq bu incə məsələlərə toxunulur və hər bölgə, sort xüsusiyyəti qiymətləndirilərək yeni texnoloji təlimatlar hazırlanır. Müasir protokollar, müasir üsullar tətbiq olunmaqla, müasir üsullar tətbiq olunmaqla bunlar alınır və biz qeyd edirik ki, tutaq ki, filan bir bölgədə yetişdirilən filan sortun filan istiqamətdə, filan növdə şərab hazırlamaq mümkündür və bu da yeni bir brendin, yeni bir markanın formalaşmasına gətirib çıxarır. Məsələn, bizim institutun tövsiyəsi ilə hal-hazırda o Qarabağda istehsal TU adı ilə istehsal olunan Xındoğlu şərabının texnoloji təlimatları hazırlanmışdı. Onun əsasında artıq istehsala başlanıbdır. Sonra məsələn, qədim ən məşhur brendlərimizdən olan Ağdam desert şirin şərabı artıq institutun tövsiyələr əsasında artıq istehsal olunur. Bu da texnoloji təlimatlar, tövsiyələr əsasən institut tərəfindən hazırlanır və fermerlərə, istehsalçılara ötürülür. Müqarəm, çox böyük işlər görürsünüz. Minnətdaram. Biz təbii ki, 25-30 dəqiqə ərzində verilişin vaxtı çərçivəsində bu işlər haqqında tam böyük belə deyək də informasiya verə bilmərəm. Amma düşünürəm ki, məlumatlar kifayət qədər idi. Sizə, bütün komandanıza, institutun bütün professor alimlərinə, sıravi işçilərinə, əməkdaşlarına, o üzüm şərabla məşğul olan ümumiyyətlə bütün belə deyək də A-dan Z-yə hər kəsə uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Minnətdaram ki, gəldiniz və bizə məlumat verdiniz. Siz sağ olun, mən də institutumuzun kollektiv adımdan sizə və rəhbərinizə təşəkkür edirəm ki, bizim institutun qısa da olsa fəaliyyətini işıqlandırdınız. Çox sağ olun. Siz sağ olun. Uğurlar. Dəyərli fermerlər, əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar, biz Azərbaycanda üzümçülük və şərabçılıqla bağlı vəziyyətdən danışdıq. Vəziyyət ürəkaçandır. Nəinki ölkəmizin çərçivəsində, ölkəmiz sərhədləri daxilində, ölkəmizin sərhədlərinə aşan və tarixi ənənəsi olan həm üzümçülük, həm də şərabçılığı qoruyub saxlayan, eyni zamanda onu inkişaf elətdirən, ölkəni tanıdan və
təsərrüfat istiqaməti kimi inkişaf elətdirən bir institutun fəaliyyətindən danışdıq. Gələn həftə yenə də maraqlı mövzumuz olacaq. Odur ki, gələn həftə görüşəcəyik. Bu günlük isə mən sizinlə sağollaşıram. Hələlik.